Mərhəmətli və sevgi dolu Allahın adı ilə. Hər birinizi dəyərli dostlar, kitab təqdimatında xoş gördük. Bugün sizinlə bölüşəcəyim kitab sadəcə bir kitab deyil, eyni zamanda insanın özünü yenidən kəşf etməsi yolunda hekayələr var ki, orada müşahidələrdən və şəxsi həyatdan. Bunları qeyd etməkdə məqsədim odur ki, insanlar ki var həyatlarında müəyyən mərhələlərdən keçirlər, onlar tək olmadıqlarını bilsinlər və onlar da özləri üçün fərqindəlik yaşayaraq müəyyən addımlar atsınlar. Həyatımızın bilirik ki, müəyyən dövrlərində elə anılır ki, insan özünü itirmiş kimi hiss edir. Bəzən stres, bəzən qorxu, bəzən də həyatın gətirdiyi çətinliklər bizim daxilimizdən sarsılmağımıza səbəb olur. Amma bir həqiqət var. İnsanın ən böyük dəyişimi məhz daxilindən başlayır, desək doğru olur. Və mənim də yazdığım bu kitab içdən təşəkkür və şükür məhz bu daxili dəyişimin hekayəsidir. Bu kitab mənim şəxsi, dediyim kimi, həyat təcrübələrimdən, psixoloji müşahidələrimdən, eyni zamanda insanın özünü tanıma yolunda keçdiyi mərhələlər əsasında qələmə alınır. Bu kitabı yazarkən əsasən bir sualın üzərində də düşünürdüm ki, insan öz həyatını necə dəyişə bilər? Axtarışındaydım. Və bu sualın cavabı isə kitabda 3 əsas fikir üzərində qurulub. Burada qeydlərdə aparmışam. Ümumiyyətlə, kitab necə yazılıb, o haqda da əvvəlcə danışmaq istərdim. Dediyim kimi, həyat təcrübələri, psixoloji müşahidələr, insanın özünü tanıma yolu. Yəni, burada qeyd etmişəm ki, öz həyatında keçdiyim nöqtələri, mübarizə etdiyim anlar və bunlardan əldə etdiyim dərslər kitabın əsasını təşkil edən bölmələrdəndir. Psixoloji müşahidələrdən isə insan özünü tanıma prosesində emosional reaksiyalarını, davranış modellərinin üzərində dərin müşahidələrini burada həm də kitabda elmi dərinliklərlə araşdırdığım mənbələrə görə qeyd etməyə çalışmışam. Ümumiyyətlə, növbəti olaraq isə deyə bilərdim ki, insanın özünü tanıma yolunda burada düşündüm ki, həm oxucunun öz daxili səyahətinin başlada bilməsi üçün, eyni zamanda burada praktik mərhələlər, anlayışlar bu yolda xəritənin təqdim olunmasına zəmanət yaradır. Və insan öz həyatını necə dəyişə bilər? Bu kitabın yaranmasında əsas suallardandır ki, insan öz həyatını necə dəyişə bilər? Cavabı isə təbii ki, hər kəsə görə individual ola bilər və burada qeyd etmişəm ki, 3 güclü fikir üzərinə qurulub bu kitabın deməli xəritəsi. Kitab boyu 3 sütuna diqqət etməyə çalışmışam. Fərqindəlik, təşəkkür, minnətdarlıq, şükür və dəyişimin cəsarəti. İlk olaraq fərqindəlik. Onun haqqında danışacağım inşallah Allahın izni ilə. Özünü dərk etmək və anlamaq, təşəkkür, minnətdarlıqla baxmaq və qiymətləndirmək, dəyişimin cəsarəti, qorxmadan yeni addımlar atmaq. Məhz bu 3 sütun bir-birini tamamlamış olur, zəncirləri şəkildə bir-birinə bağlı olduğuna görə və özünü tanımaqla başlayan yol şükür ilə güclənir və dəyişimə cəsarətlə həmin zirvəyə çatmaq üçün şərait yaradır. Fərqindəlik haqqında danışmaq istərdim ki, dəyərli xanımlar, insan əgər dəyişmək istəyirsə, əvvəlcə düşünürəm özünü tanımalıdır və özünü tanımaq üçün bu yolda özünə verəcəyi suallardan biri də kim olduğudur, yəni kiməm.
sualına cavab axtarışında olmalıdır. Əslində illər boyu müəyyən mərhələlər geridə qoymaqla, müəyyən levellər arxada qoymaqla bu sualın cavabı dəyişmiş olur. Kimisinə görə həyatında obrazlarına görədir, kimisinə görə artıq level üçün sadəcə bir boşluqdur, kimisinə görə heç bir şey. Yəni, indi sual verməlidir ki, bu cavabların əsnasında ona necə təsir obrazlar həyat yolunda. Bunlar da çox vacib amillərdəndir desək, doğru olar. Daxili dialoqunu qurduğu zaman özünü tanıma yolu sualları verməlidir. Öz düşüncələrini, emosiyalarını, eyni zamanda daxili potensialını dərk etməlidir. Əslində buna psixologiyada bu proses özünü dərk, refleksiya ilə izah olunur desək doğru olar. Və Arenbergin nəzəri, kognitiv davranış nəzəriyyəsinə əsasən araşdırmalar da göstərir ki, insan davranışlarını idarə etdiyi zaman özünü dərk prosesi də məhz bu mərhələdən keçir desək doğru olar. İkinci sütun şükürün və şükürün gücüdür ki, diqqəti nəyə yönəldiriksə, bu kvant düşüncə təlimində də, yəni kvant fizika, psixologiya nəzərən orada da qeyd olunur. Ümumiyyətlə insanın fokusu nəyədirsə, həyatında onu böyütmüş olur. Və biz nəyə fokuslanırıqsa, onu həyatımıza da çəkmiş oluruq. Dediyim kimi, diqqətimizi də nəyə yönəldiriksə, eyni zamanda həyatımızı daha çox onu görməyə başlayırıq. Şikayətdirsə, şikayətləri daha çox görürük və yaxud hər hansı bir narahatlığa daha çox fokuslanmışıqsa, onu daha çox yaşamış oluruq həyatımızda. Bu sadə həqiqət həyatın kökünü dəyişdirir desək doğru olar. Elmi araşdırmalar da bu haqda nə deyir? Bu suala da cavab versək, pozitiv psixologiyada tədqiqatlar göstərir ki, minnətdarlıq və şükür hissi emosional rifahın artmasına səbəb olur. Eyni zamanda da stresin səviyyəsinin bədənimizdə azalmasını təmin edir. Həyat məmnunluğumuzu yüksəltmiş olur. Üçüncü sütunumuza keçək, görək, üçüncü sütunumuzda əvvəlcə bu haqda biraz da əlavə məlumatlar verim. Daha çox xoşbəxtlik, ikinci sütunda əlavələr etmişəm. Daha çox xoşbəxtlik, mütəmadi şükrün edənlər ki var, o insanlar digərlərinə nisbətdə 3 dəfə daha çox xoşbəxt olduğunu hiss etmiş olurlar. Və stresin azalması üçün də 25%, yəni demək olar ki, gündəlik minnətdarlıq praktikasını həqiqi mənada bir var, inanclar olaraq ötürülsün, nəsildən nəslə keçsin. Bir də var ki, insan fərqində olaraq bunu zehni ilə, bədəni ilə, ruhi ilə birlikdə kontakt, balanslı şəkildə həqiqi mənada minnətdarlıq etdikdə bədənindəki titreşimini belə hiss etsin, vücudunda dəyişimini belə hiss etsin, duyğularının, hisslərinin dəyişməsini hiss etsin. Bunlar çox vacib amillərdəndir və qeyd etmək istəyirəm ki, dəyərli xanımlar, 25% burada stresin azalmasına səbəb olur. Gündəlik praktikalardan da gündə sadəcə 10 dəqiqəlik şükür jurnalı yazmaq və bunu təbii ki, tövsiyə edirlər bizlərə, emosional rifahın əhəmiyyətli dərəcədə yaxşılaşdığının şahidi olur. Əgər biz bunu həqiqi mənada şuurlu şəkildə yazırıqsa, 10 dəqiqəlik şükür jurnalında gündəlik yazdığımız o, deməli, fikirlərimiz, düşüncələrimiz təbii ki, hər kəsin individual olaraq ehtiyacına görə olur. Və pozitiv psixologiya elmi bu rəqəmlərlə sübut edir ki, şükür etmək güclü bir psixoloji alətdir. Növbəti sütunumuza keçək, dəyişimin cəsarəti. Bəzən konfor alanından çıxması onu qorxutmuş olur və demək olar ki, əksəriyyətimizin yaşadığı bir haldır. Amma inkişaf yolunda məhz həmin addımı atdığımız zaman bizim konfor alanından çıxaraq hədəflərimizə, məqsədlərimizə çatmaq üçün yeni layihələr və yaxud bu hicrət ola bilər. İnsanlar var ki, məsələn, bu prosesdə qorxurlar, ona görə də geri çəkilirlər, konfor alanından çıxmamağı daha çox üstünlük verirlər.
Və qorxu ilə üz-üzə gəlmək əslində zəiflik deyil, bu böyük bir cəsarətin işarəsidir. Daniel Goleman'ın emosional intellekt üzrə araşdırmalarına əsasən deyə bilərik ki, insanın yeni davranış modellərini qəbul etməsi, risk etməsi onun psixoloji inkişafını gücləndirmiş olur. Doğrudan da bəzi insanların müşahidələrimiz əsasında görürük ki, konfor alanından çıxaraq müəyyən layihələrə imza atır. Və mən bunu dedikcə, təbii ki, sizlər də öz gözünüzün qarşısına uğurlu insanları gətirə bilərsiniz. Təbii ki, o insanlar öz hədəflərinə, məqsədlərinə çatmaq üçün konfor alanlarından çıxıblar və konfor zonasından çıxdığına görə müəyyən layihələr, müəyyən işlər, araşdırmalar aparmağa başlayırlar. Məsələn, bu bəzən yazarlıqda da olur ki, yazarlıq təlimində iştirak edən xanımlar daduğumuz söhbət əsnasında vurğulayırlar ki, bəziləri çəkinirdi, bəziləri narahat olurdu, ehtiyat edirdi, qarşı tərəfin obyekti olmağında. Əslində biz konfor alanımızdan çıxırıqsa, biz əgər həqiqi mənada yazar olmaq istəyiriksə, təbii ki, arada göstərir və bunu söhbət əsnasında əgər uyğunsa vurğulamağa çalışmışam ki, 75% qınaq obyektinə çevrilir. Təkcə yazarlıqda deyil, əziz xanımlar, bütün işlərdə belədir. Əgər ki, bir insan iş görmək istəyirsə, təbii ki, hər kəs öz qorxularına görə qarşı tərəfə öz fikirlərini ifadə edəcək. Və biz onu müşahidə etdiyimizdə, şuurlu şəkildə bunu varırıqsa, təbii şəkildə biz bunu görmüş oluruq, ayrı etmiş oluruq və yolumuzu çizməyə başlayırıq, xəritəmizi çəkməyə başlayırıq, burada strukturlu şəkildə hədəfimizə doğru irəliləməyə çalışırıq. Konfor zonasından çıxmağın 3 mərhələləri fərqindəlikdir, qəbuldur və sonraki addımda hərəkətə keçməkdir. Fərqindəlik odur ki, biz konfor alanımızdan, yəni zonamızdan çıxmaq üçün mütləq şəkildə bunun fərqində olmalıyıq. Yəni biz bilməliyik ki, bu bizim burada əgər qalırıqsa inkişafımızı zəiflətmiş olur. Bir növ yəni orada bloklamış olur. Və biz əgər inkişaf etmək istəyiriksə, öz üzərimizdə çalışmaq istəyiriksə, təbii ki, biz fərqindəliklə əvvəlcədən bunu hiss etməliyik, görməliyik və hansı qorxuların bizi saxladığını dərk etməyə çalışmalıyıq. Bu, qarşı tərəfin, sosial mühitin, ailənin qınağına görədirmi, yoxsa hansı narahatçılıqlar bizdə yaradır? Baxın, onları biz araşdırıb tapmalıyıq. O hiss və düşüncələri şahid olmalıyıq ki, bu bizi həqiqi mənada narahatçılığımıza səbəb olur. Növbəti addım qəbul, sonra yəni qəbul etməkdir ki, biz orada qorxunu rədd etmirik. O da bizim bir parçamızdır, onu qəbul edirik. Yalnız qəbul edilmiş qorxu aşıla bilər. Və yaxud bizim hər hansı bir qaranlıq tərəfimiz olduğu təqdirdə biz onu belə deyək də imtina etmirik, daxili konfliktlə, bir sözlə orada özümüzlə savaşaraq, təhqir, tənqid etmirik. Sadəcə və sadəcə dinləyirik və onun qaynaqlandığını tapmağa çalışırıq. Eyni zamanda da qaynağını tapmağa çalışmaqla yanaşı, onun üzərində deməli, çalışırıq ki, bu bizə hardan gəlib, biz bunu hardan əldə etmişik. Bunlara diqqət etməliyik. Amma biz qəbul etdikdə sevgi ilə də onu keçmişə göndərməyə fərqindəliyimiz olaraq qəbul edirik və sevgi ilə də göndərə bilirik. Növbəti addımımız isə hərəkətə keçməkdir ki, biz hədəflərimizə, məqsədlərimizə çatmaq üçün mütləq şəkildə biz kiçik addımlarla başlamalıyız və
Əgər ki, biz böyük dəyişimlərimiz ki var, onlara tez bir zamanda çatmaq istəyiriksə, amma təbii ki, onlara müəyyən müddət lazımdır. Məsələn, ola bilər ki, 1 il, ola bilər ki, 2 il, bəzən də uzun müddətli ola bilər. Bunun üçün təbii ki, biz kiçik addımlardan başlamalıyıq ki, biz belə deyək də, azuqəmizi yığıb, yavaş-yavaş böyük hədəfimizə çatmaq üçün hərəkət etməliyik. Gün ərzində özümüzə sual verməliyik ki, biz bugün böyük hədəfimiz üçün nələr etmişik? Əslində, bu kiçik hədəflər də ola bilər. Sadəcə olaraq ümumən böyük hədəflərdə bəzən olur ki, biz səbirsizliklə qarşılaşmış oluruq ki, yəni qarşı tərəfin narahat olduğunu görürük. Bəzən olur ki, deyir ki, müəyyən bir iş görmək istəyirəm, biznes qurmaq istəyirəm, hər hansı bir layihəm var, material hazırlamaq istəyirəm. Eyni zamanda da səbirsizliyinə görə bu işdən əl çəkmiş olur və konfor alanından çıxmaq 3 mərhələsi ki var, fərqindəliyi yaşayır, qəbul edir, amma hərəkətə keçmə mərhələsində ilişib qalır. Əslində, biz əgər konfor zonasından çıxmamağımızın səbəbini araşdırsaq, bu 3 mərhələyə diqqət etdiyimiz zaman hansında, belə deyək, biz özümüz dayandığımızı tapdıqdan sonra onun həlli yollarını çalışdıqda, təbii ki, dəyişim, müəyyən prosedurlar var ki, məsələn, orada bəzən acı olur, yəni insana narahatçılıqlar yaranmış olur, istər dağıdıcı düşüncələr olsun, gəlmiş olur. Böyüdülmə şəklimiz ki var, ətrafdan, cəmiyyətdən, məktəb həyatımızdan müəyyən bizim inanclarımız ki var, həmin inanclarla limitləyici inanclar ola bilər ki, biz o limitləyici inanclarımızı tapmalıyıq və bəzən ola bilər ki, limitləyici inanclarımız da biz konfor alanından çıxmağımızın qarşısını ala bilsin və limitli inanclarımızı tapdıqdan sonra onları güclü inanclara çevirmək başlayır. Məsələn, bir insan işə başlamaq istəyir və təlimçi olmaq istəyir. Tutaq ki, keçəcəyi bir təlimi də artıq materialını hazırlayır, 10 dərs və ya və s. Yəni dərsin müddətini artıra bilər. Burada bu zaman daxili səs ona deyir ki, sən bunu bacarmazsan, sən edə bilməzsən, sən bunu əvvəldə sınamışdın, səndə alınmır. Amma öz daxili o yükləyici səs, o inancları ki var, onun qarşısını alır, konfor alanından, zonasından çıxmağının qarşısını alır, güclü inanclara fərqindəliyi olarsa çevirə bilir və çevirdikdən sonra konfor zonasından çıxaraq fərqindəlik, qəbul, addım. Yəni bu 3 prosesi, mərhələni keçər. Təbii ki, dediyim kimi, ağrılı, acılı prosesdir. Bir var, ömür boyu ağrı və acı ilə yaşayasan. Bir də var, deyəsən, kaş ki var, sonraki var, yəni sonra edərəm və keçmişdə olduğu zaman kaş ki bunu edəydim, bu fürsəti qaçırmazdım demək, anda qarşımıza çıxan fürsəti dəyərləndirməyə çalışmalıyıq və təbii ki, bunun üçün də konfor zonamızdan çıxmağa çalışmalıyıq. Və əziz xanımlar, kitabın qeyd etmək istəyirəm ki, əsas məqsədlərini, yəni burada əsas mesajı odur ki, oxuculara insan dəyişirsə, dəyişməyə meyillidirsə, onun dünyası da dəyişir. Çox gözəl bir söz var, deyir ki, sən dəyiş, dünyan dəyişsin. Əgər bir insan daxili gücünü kəşf edirsə, həyatın ona qarşı çıxardığı müəyyən imtahanlar, sınaqlar olursa, bunu inkişaf fürsətinə çevirə bilirsə, deməli, öz həmin imtahanlardan, sınaqlardan nəticəsini fərqli şəkildə, fərqli baxış bucağı ilə almış olur. Hər böhran içində də bir imkan gizləndiyini unutmamalıyıq. Onu görmək üçün lazım olan yeganə şey bilirik ki, fərqindəlikdir. Və biz də fərqindəliyimizi çoxaltmaq üçün təfəkkür etməyimiz, bu şəkildə düşünməyimiz üçün təslimiyyətimizin olmasını çoxaltmalıyıq, anda qalmağa və anda qalaraq
öz şuurlu vəziyyətimizi balansda saxlamağa çalışmalıyıq. Bunu çox zaman vurğulayıram. Biz 24 saat ərzində keçmişə və ya gələcəyə getmiş oluruq. Amma 24 saat ərzində çox qısa bir vaxtdır demək istəyirəm ki, məsələn, bu 5 dəqiqə, 10 dəqiqədə olduğu zaman insan burada olduğunu hiss edir, masanın kənarında oturduğunu hiss edir və yaxud burada danışdığını hiss edirsə və yaxud burada izləyici olaraq təqdimatda hal-hazırda iştirak edən dəyərli xanımlarımız onu hiss edirsə, yəni hal-hazırdakı durum üçün burada olduğunu hiss edərək dinləyirsə, yəni düşünmür ki, bitsəydi ki, çıxıb gedib bu işimi görərdim və yaxud keçmişdə hər hansı bir düşüncə ilə üz-üzədir və daxili diyaloq qurursa, o zaman həqiqi mənada onun ləzzətini hiss etmirik. Amma biz 10-15 dəqiqə, 24 saat ərzində 10-15 dəqiqəni təslimiyyatlı olaraq anda qaldığımızda nə qədər rahat olduğumuzu, nə qədər huzurlu olduğumuzu hiss etmiş oluruq. Kvant düşüncə təlimində xanımlar bilirlər, orada bir texnika var ki, obyektə deyil, boşluqlara diqqətimiz olur. Həqiqi mənada insanın rahatına səbəb olur. İnsan anda qalaraq, istər təbiət qoynunda, istər evdəki əşyaların obyektə deyil, oradakı boşluqlara fokuslandığı zaman sanki fərqli bir aurada olduğunun, yəni şahid olur. Yəni fərqli bir huzurlu şəkildə bir duyğular baş qaldırmış olur insanda. Yəni, təbii ki, bunu həqiqi mənada yaşayırsa. Yəni sadəcə bir texnikadır ki, nəfəs texnikasını, yəni nəfəsi belə müşahidə edirik, almamızı, verməmizi. Yəni əslində biz Rəbbimizə orada təşəkkür etmirik. Baxın, ən böyük təşəkkürlərdən biri də budur ki, içdən təşəkkürlərimizdən biri də budur ki, biz heç bir aparata bağlı olmadan sağlıqlı şəkildə bütün vücudumuza Rəbbimizin bizə verdiyi nemət sayəsində orqanlarımıza oksigen gedir və bədənimizdən müəyyən lazım nemət, necə deyirlər, verdiyimiz zaman da müəyyən narahatçılıqlar, enerjilərdə, duyğularımızda boşalır. Əslində biz bunun fərqində deyilik. Amma biz bunun fərqində olduğumuzda həqiqi mənada bəzən göz yaşı tökə bilərik. İçdən minnətdarlıq çoxaldığına görə. Bəzən yəni bunun necə böyük bir nemət olduğunu hiss etmiş olarıq. Ona görə də düşünürəm ki, bunlara hər birimiz mən daxil olmaqla diqqət etməliyik ki, həyatımızda şükürlərimizi çoxaltmaq üçün, minnətdarlıqlarımızı çoxaltmaq, həqiqi mənada deyil, həqiqi mənada, həqiqi Rəbbimizə şükr etməyi, öyrənməyə çalışmalıyıq. Və burada, dəyərli xanımlar, burada yazdığım kitabdakı, qeyd etdiyim müəyyən hekayələr ki var, yəni yalnız və yalnız məqsəd şəxsi hekayəni bölüşmək deyildir. Şəxsi hekayəni bölüşməkdən məqsəd sizlərin də orada özünüzə aid olan bir parçanızı görmək, yəni orada sizə aid olan müəyyən imtahanlarınız, həyatınızda olan sınaqlarınızla bağlı həmin hadisəyə ola bilər ki, ola bilər ki, müəyyən mərhələlərində bənzərlik olsun, tam ola bilər və yaxud kiçik mərhələlərində qeyd etdiyiniz kimi, siz da özünüzə dair, özünüzə uyğun şəkildə nəticə əldə etmək və həyatınızda da müəyyən dəyişiklikləri əldə etmək üçün konfor alanından çıxaraq, fərqindəlik qazanaraq yolunuza davam etməyinizə bir missiya odur ki, yəni onu davam etdirməkdir. Və bir mesajlardan biri də odur ki, qeyd etmək ki, hər bir insanın daxilində yüklü potensial var. Sadəcə onu kəşf etmək lazımdır və bu potensial həmişə oradadır, gözləyir, bizi gözləyir və biz onun axtarışında olduğumuz zaman, yəni öz məna axtarışımızda olduğumuz biz onu tapdığımızda o da bizə yardım edərək
müəyyən gizləndiyi yerlərdən çıxaraq birlikdə addımlamağımıza, hədəflərimizə, məqsədlərimizə doğru irəliləməyimizə bələdçilik edir, köməkçi olur. Və növbəti missiyadan biri də odur ki, bu kitab bir insanı daha ümidli və daha güclü hiss etdirə bilirsə, o zaman hədəfinə, məqsədinə çatmışdır demək ki. Bu qədər əziz xanımlar və burada psixoloji nəzəriyyələrdən, araşdırmalardan götürdüyüm deməli istinadlara əsasən sizlər üçün qeyd aparmışam. Və sizə sonda belə bir sual ünvanlamaq istəyirəm. Video qeydi söndürdükdən sonra könüllü olaraq kimlər istəsə, sevərək onların cavablarını dinləməyi onlara izin verəcək. Bugün həyatınızda nəyə görə şükür edirsiniz? Əslində hər gününüzdə bu fərqli durumlar üçün şükür və təşəkkür ola bilər. Amma bu gün üçün, bu an üçün nəyə görə şükür edirsiniz? Bunun haqqında zəhmət düşünün. Diqqətinizə görə çox təşəkkür edirəm. Çox sağ olun, dəyərli vaxtınızı ayırdığınıza görə. Və izninizlə video qeydi söndürün. Ondan sonra söhbətinizə başlayın.